Sumqayıt şəhər Həzi Aslanov adına 22 saylı tam orta məktəbdə acınacaqlı vəziyyət hökm sürür. İddia olunur ki, məktəbdə təhlükəsizlik tədbirindən söhbət gedə bilməz. Məktəbin binasının içərisi və həyəti bərbad vəziyyətdədir. Əməkdaşlarımız qaynar xəttimizə daxil olan şikayət əsasında təhsil müəssisəsindəki vəziyyəti araşdırıb. Məktəbdə təhlükəsizliyin aşağı səviyyədə olduğunu göstərən faktlardan başlıcası da kənarlarında bax bu formada açıq yerlərin olmasıdır. Belə ki, istənilən şəxs sorğusuz, sualsız, rahat şəkildə məktəb ərazisinə daxil ola bilər. Sınıq salxaq qapı və pəncərələr, natəmiz sanitar qovşaq və mütəmadi olaraq kəsilən sular azyaşlıların da canını boğaza yığıb. Qapılar qırıq-qırıqdır, qapılarda söyüşlər yazılıb. Ayaq yollar pis gündədir, hər tərəfdə söyüşlər yazılıb. İlk baxışdan Bakı ətrafı və yaxud hansısa bir bölgədəki ot sahəsindəymişəm kimi görünsə də əslində mən Sumqayıt şəhər 22 saylı tam orta məktəbin İdman meydançasındayam. Maraqlıdır, hündürlüyü təxminən 4-cü, 5-ci sinif şagirdlərinin boyu qədər olan otların arasında şagirdlər necə idmanla məşğul olurlar? Meydançada çox vaxt oynamırıq, heç orada oynama yer yoxdur. Çünki orada tikan var, orada top oynasaq 2 dəqiqə sırası partlayır toplar. Çəkiliş zamanı məktəbin həyətində valideyn olmayan kifayət qədər şəxsi müşahidə etmək mümkündür. Şagird və valideynləri narahat edən vəziyyətlə bağlı suallarımızı məktəbin direktoru Tahirə Səfərovaya ünvanlamaq istəsək də, gəlişimizdən giriş qapısında xəbər tutan rəhbərliyin bizə münasibəti belə oldu. Suallarımızı məktəb rəhbərliyinə ünvanlamaq istəsək də kobud şəkildə qapını üzümüzə bağladılar və bizlə yanaşı məktəbin içərisində olan şagirdlər nə çölə çıxa bilir, nə də çöldə olan şagirdlər məktəbə, yəni sinif otaqlarına daxil ola bilir. Təmirdən çıxandan sonra kamera qoymuşlar. O kameraları sökdürdü. Bu məktəbə gələn təmir tikinti ləvazimatları hesabına sarayda özünə ev tikdi. Məktəbin arxa tərəfi qapqaranlıq olur, işıq sistemi yoxdur, işıq dirəkləri bərbad gündədir. Hərbi meydançası çox bərbad gündədir. Məktəbin gözətçisinin açıqlamasında kifayət qədər ciddi ittihamlar olduğundan səslənən iddialarla bağlı Abşeron Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Sumqayıt şəhər 22 nömrəli tam orta ümumi təhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Təhsil müəssisəsinin təmir və tikintisi ilə bağlı aidiyyatı üzrə müraciət olunub. Qeyd edirik ki, təhsil müəssisələrinin tikinti və təmiri növbəllik və prioritetlik prinsipi əsasında həyata keçirilir. Bundan əlavə qeyd olundu ki, səsləndirilən digər iddialarla bağlı müvafiq araşdırmalar aparılacaq. İsmail Əmirli, Ayxan Şükürov, ATV Xəbər.